Artıq 2 həftədən çoxdur ki, Bolnisi rayonu Darvaz dərəsi ətrafındakı dağda ağır texnika işləyir. Dövlət qurumlarının heç biri baş verənlər barədə yerli əhaliyə məlumat verməyib. Sakinlər narahatdırlar ki, bu işlər hazırlıq xarakteri daşıyır və həmin dağda qızıl, gümüş və ya digər qiymətli metal, daş yataqlarının istismarı planlaşdırılır. Bizim kəndin əhalisi heç kəs razı deyil. Burada bizim maldarlıqla məşğuluq, bizim gözəl pirodamız var, gözəl kəndimiz var. Bu torpağın üstü altından daha zəngindir. Bizim kəndimizin gələcəyi çox təhlükə altındadır. Əgər bu proses davam eləyərsə də, bizim kəndimiz köçmək təhlükəsindədir. Burada heç kəs yaşamayacaq. 5 il keçəcək, 3 il keçəcək. Bu kənddə inanın heç Darvaz deyilən bir kənd qalmayacaq. Bizim burada təbii sərvətdən ələtdə bizim burada kənddə keçmişlərimiz var. Bizim burada dədələrimiz, babalarımızın qavrı var. Biz bunları qoyub haraya gedəcəyik? Bütün mən xalqımıza səslənirəm ki, hamı ayağa qalxsın, bu prosesi dayandırsın. Yoxsa bizim kəndimizin gələcəyi olmayacaq. Bizim gənclərimizin hamısı xəstə böyüyəcək. Doğulan uşaqlar belə xəstə doğulacaqlar. Ərazidə gecə saatlarında da işlər davam edir. İctimai fəal və yerli sakinlər bildirirlər ki, təxminən 15 ildir ki, Bolnisi bələdiyyəsinin təbiəti, tarixi abidələri, su qaynaqları və dağları məhv edilir. Bu texnikanın fəaliyyəti onu göstərir ki, Darvaz kəndi ərazisində və Darvaz dərəsi deyilən ərazisində və burayı əhatə edən kəndlərdə qısa olaraq Dəmirli, Sərinmətli, Aşağı Gülaver, Yuxarı Gülaver və Babakilər kəndini əhatə edən ərazidə çox böyük qazıntı işlərinə hazırlıq prosesi gedir və bu əgər qazıntı işləri başlayarsa da bu bizim ekologiyamız üçün, bizim insanlarımız üçün çox ağır nəticələrə gətirib çıxaracaq. Biz bunun fərqindəyik. Biz təbiətimizin məhv olmağını istəmirik, ağaclarımızın kəsilməyini istəmirik, sularımızın zəhərlənməsini, çaylarımızın qurumasını istəmirik. Buna görə də kənd əhalisi olaraq biz çox narahatıq və biz bu işlərin dərhal dayandırılmasını və həmin texnikanın bizim kəndin ərazisindən dərhal və qeyri-şərtsiz çıxarılmağını tələb edirik. Bizim kənd o cümlədən burada olan digər kəndlər artıq 100 illərdir burada yaşayırlar. Həmin insanlar burada sülh şəklində rahat şəkildə yaşayıblar və bu gün heç bir xarici qüvvənin, heç bir şirkətin gəlib burada bizim üçün və bizim həyatımız üçün təhlükə yaratmağını biz istəmirik. Biz yenə burada rahat şəkildə, normal şəkildə öz həyatımıza davam eləmək istəyirik. Biz təbiətimizi qorumaq istəyirik. Biz sularımızı, çaylarımızı, havamızı qorumaq istəyirik. Bitkilərimizi qorumaq istəyirik və ən önəmlisi öz sağlamlığımızı, öz el-obamızı qorumaq istəyirik. Darvaz dərəsində ümumilikdə 6 kənd, Darvaz, Dəmirli, Sərinmətli, Aşağı Güləvər, Yuxarı Güləvər və Babakişlər kəndləri yerləşir və aparılan işlər xüsusilə bu kəndlərin təhlükədə olduğunu göstərir. Qazıntı işləri aparırlar. Buna da kəndin narazılığı var. Elə hamımızın narazılığı var. Ona görə ki, burada ata-babalarımızın ruhu yatır. Ata-babalarımızın qəbirləri var burada. Sabah birin bu təbiət məhv olanda biz burada dura bilməyəcəyik. Bu təbiət məhv olanda nə edəcəyik biz? Buradan köçəkmi? 300 il, 500 il bu kəndin tarixi var. Bəs bu tarix necə olsun? Yazıqdır bu kənd. Yazıqdır bu əhali, bu millət. Burada bizim körpələrimiz nəfəs alır. Balaca uşaqlarımız var. Yazıq deyirlərmi?